Əziz izləyicilər, Zahirin efirində verilişi Xankəndində. Xankəndində sakinlərlə görüşürük. Salam, özünüzü təqdim edin. Xankəndin sakini Dərzadə Rəşid Fərmanoğlu. Bu günlərim burada səhəri açmaq, Xankəndi sakin olmaq necə hissdir? Özümüzə çox yaxşı hiss edirik ki, 30 ildən sonra gəldik ki, öz vətənimizə gəldik, gördük, şəraitimiz, tezliyimizin Allah sağ olsun, yaxşı şərait qurub bizə, hava rast dəyişir kəndi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Amin. can sağlığı versin ki, bugün bura qayıtmaq, sələfkar onlara həmişə biz borcluyuz. Bu günlərim azad olmuş ərazilərdə Cənab Prezidentimizin sərəncamı altında quruculuq işləri sürətlə davam edir. Bəli. Bu günlərin bir məcburi köçkün olaraq burada yaşamaq və səhəri açmaq necə bir hissdir? Böyükdür, bizim için çok gururlu. Yaxşı bak, geldik yine torpağımıza geldik, böyle qəşəng şəraitə, böyle güzel haber geldik, burada çok memnun olduk. Cənab Prezidentə nə demək istəyərdiniz? Allah ona can sağlığı versin, uzun ömür versin, baş komandanımız, sərkərdəmizi, onun da torpaqlarımızı almağına böyük əziyyət olur. İndiki ölkənin jurnalistlərin susuzluğu hamısı. Bəli. Hə. Bir vətəndaş olaraq, Azərbaycan vətəndaşı olaraq bizim üçün qürur vericidir ki, bizim ölkə rəhbərimiz o cürə medialara, nəhəng medialara cavab verərək onları Onu susturdu. hər prezident verəndə, Bəli. bütün dillər bildiyinə görə hamısının nöqtəsi ilə qoyub ki, bax bura Azərbaycan oldu, torpaq. Təşəkkür edirəm Sağ olun. sizə. Əziz izləyicilər, hal-hazırda biz Xankəndində elə bir vətəndaşımıza yaxınlaşaq. Salam, xoş gördük sizi. Özünüzü təqdim edin, adınız? Lap gözəl. Bu günlərim Xankəndində yaşayırsınız. Burada yaşamaq necə hissdir? Xankəndi Gözəl histir. Xankəndi gözəl yerdir. Allah şəhidlərimizə rəhmət eləsin. amin. Qazilərimizə Allah şəfa versin, Amin. ömür versin. Allah prezidentimizin canını sağ eləsin. Biz də prezidentimizin canını sağ eləsin, ömürlərini uzun eləsinlər. Bu gözəl Qarabağımızı aldık, biz də gəldik orada, yaşadıq, gördük. Gördük, bildik necədir. Çox gözəl yerdir. Burada yaşamaq da qürur vericidir. Bu günlərim Xankəndidə bu cürə gözəl şəraitlər yaradılır və azad olmuş ərazilərimizdə quruculuq işləri davam edir. Bu günlərin bax bu gözəl torpaqlarda gəzmək hər birimiz üçün qürur vericidir. Və burada hər səhəri Xankəndidə açmaq bir başqa bir hissdir.